Ərbəin nədir? Ərbəin bu ehtiramın zirvəsidir. Allah vəlisinə hörmətin zirvəsidir. Tarixin ən böyük toplantısıdır və İmam Zamanın zuhurunu Ərbəin gerçəkləşdirəcək. Milyonlarla insanın bir araya gəlib bu şəkildə bir hədəfə doğru hərəkət eləməsi yoxdur, bənzərsizdir tarixdə. Bunun mənası budur ki, 1400 il bundan qabaq Allah vəlisinə böyük hörmətsizlik edilib, biz hər il dolduracaq onun qəbrinin əhatəsini dolduracaq. Biz deyəcəyik ki, belə eləmək olmazdı. Bu bir modeldir, dünyaya təqdim olunur ki, insanoğlu necə yaşayar. Allaha and olsun ki, hamı heyrətdədir. Allaha and olsun ki, heç kəs Ərbəyini təbliğ eləmədi. Heç kəs demədi ki, Ərbəyinə gedin, birdən müctəhidli, mərcəli, alimli, xətibli, hamı ayıldı ki, cəmaat dolub ora. Mən özümü deyirəm, mən bir dənə də Ərbəyin haqqında hədis deməmişdim. Mən özüm neçə ildir danışıram. Birdən mən də, o biri də, qeyrisi də, bütün dünya gördü ki, cəmaat, bu nə baş verir? Ərbəyin bizə nə ümidi verir? Bəşəriyyət o mərhələyə gəlib çatıb ki, Allah vəlisinə hörmət göstərir. Özdə ki, vacib deyil ha. Bir var desəydilər, kim Ərbəyinə getməsə cəhənnəmə gedəcək, kim Hüseyni ziyarət eləməsə cəhənnəmə gedəcək, onda deyərində cəhənnəm qorxusundan gəliblər. Bir dənə də vacib hökm yoxdur. Həc kimi vacib deyil bu. Bu bir dənə hədisin əsasındadır. Ərbəyin haqqında bircə dənə hədis var İmam Həsən Əsgər əleyhissalamdan. Neçə xüsusiyyət sadalayır mömin üçün. Biri də deyir budur ki, Ərbəyin günü İmam Hüseyni ziyarət edirlər. 5 xüsusiyyətin içində işarə ilə bunu deyib. Gör bəşəriyyət nə yerə gəlib çatıb ki, işarədən tutmağa başlayıb. Mən başa düşdüm ki, bu könüllü bir şeydir. Necə Kərbəlada İmam Hüseyn səhabələrini Aşura gecəsi toplayanda dedi, hamınız azadsınız. Kim getmək istəyir, getsin. Getmədilər. Azadlığın içində qaldılar. Kərbəlada hər şey azaddır. Yəni Allah bunu neçə ildir vacib eləmədi. Bəşəriyyət o həddə gəlsin, çatsın ki, başa düşsün ki, Allah vəlisinə hörmət vacibdir.